Əbədi səadətə dəvət. Həmd olsun aləmlərin Rəbbi olan Allaha. Ona həmd edir, ondan yardım və bağışlanma diləyirik. Salavat və salam olsun sevimli Peyğəmbərimizə, onun ailəsinə, səhabələrinə və qiyamət gününə qədər bu yola rəvan olanlara. İçimdə uzun müddətdir ki, bir boşluq hiss edirdim. Bu boşluq İslamı insanlara çatdırmaqla bağlı məsuliyyətin tam dərk olunmaması idi. Bu sahədəki səssizliyin və boşluğun nəticələrini gördükcə bu kitabçanı qələmə almağı özümə borc bildim. İslam yalnız fərdi ibadətlərlə məhdudlaşmayan, eyni zamanda cəmiyyətə yönəlmiş bir həyat nizamıdır. Bu nizamın ən mühüm ünsürlərindən biri də dəvətdir. İnsanları haqq yola, yəni Allaha çağırmaq. Bu vəzifə yalnız Peyğəmbərlərin deyil, onların izindən gedən hər bir müminin də boynuna düşən ilahi bir məsuliyyətdir. Dəvət bir mərhəmət işidir. İnsanları azğınlıqdan, qaranlıqdan, qəflətdən xilas olması üçün atılmış bir addımdır. Bu kitabçanı yazmaqda məqsədim İslam'a dəvət edən qardaş və bacılarımın yoluna işıq tutmaqla yanaşı, sadə və praktik metodları bölüşməkdir. Ümid edirəm ki, bu kiçik tövhə Allahın rızasına uyğun olar, oxuyanların imanını artırar və bir çoxlarının da hidayətinə səbəb olar. Əziz dəvətçi, daim doğru sözlü ol, ədalətlə davran, çox oxuyub az danışmaqla kifayətlən. İnsanların doğru yola gəlməsi üçün dualar et və bildiklərinə əməl edərək gözəl şəkildə səbirlə təbliğ et. Əgər bir kimsə sənin səbəbinlə xeyrə yönələrsə, bunun mükafatı dünyadakı hər şeydən qiymətli olar. Ey Rəbbimiz, ölkəmizə və bütün müsəlman diyarlarına dinclik, əmin-amanlıq, evlərimizə bərəkət, könüllərimizə hidayət ver. Bizə haqqı bilib ona gözəl şəkildə çatdırma gücü bəxş et. Sözümüz insanları islah etsin, dəvətimiz qəlbləri oyatsın. Allahım, ölkəmizi fitnədən, parçalanmadan, zülmdən uzaq tut. Elm, ədalət və mərhəmətlə yaşayan bir ümmət olaraq bizi sabit saxla. Səni razı edən yolda bir və bərabər addımlayan qullarından et bizləri. Amin.